Məhərrəmlik ayı gələn kimi dərhal kimsə yazır ki, ora ki, məhərrəmlikdə toy etmək olar olmaz. Yenə də bu sual ortaya düşür. Ki, biri mənə şərh yazıb ki, mən deyir məhərrəmlikdə toyda eləmişəm, içki də vermişəm. Elə fəxrlə danışır ki, elə bir atomu parçalayıb, elə bir Nobel mükafatı alıb. Bizim yaşlı analarımız, nənələrimiz məhərrəm ayının gəlişi ilə əlaqədar görərdiniz ki, hədiy pişirirdilər. Allah kömək olsun ruhanilərimizin birinin sayəsində bu hədiy ənənəsi də aradan getdi. Məsələn, xanımlar var, görsəm. Baxırsan ki, halva pişirirlər. Mən məsələn TikTokda maraqla baxırdım, izləyirdim. Aş asırlar və deyirlər ki, bunu indi imam adına edirik, xanım Fatimə adına edirik. Biri şərhdə xanıma yazır ki, atom üçün belə hesab vermirsən. Yox, adam deyir ki, nə ehtiyacı var bu sözü deməyin. Bu təzəlikcə də bir təzə trend çıxıb. Cəmaət paylaşır imam məclislərinə. Biri yazır, ya Mübariz, ya Polad. Yəni kimsə ya Hüseyn deyir, bu güya acığa deyir ki, ya Mübariz, ya Polad. Şəhidlərimizə əza saxlayın. Allah rəhmət etsin bir daha. Hacı Şahin qədər şəhid məclisi gezən adam kim deyə bilər ki, məsələn, düz deyə gezənlər var ha. Yəni mən məsələn din xadimi olduğu üçün deyirəm. Adamın saç-saqqalı ağarmışdı. Bu məclisdən çıxırdı, o məclisə girdi. O məclisdən çıxırdı, bu məclisə girdi. İnandırım Hacı Şahini görəndə narahat olurdular. O həmin o ya Hüseyn deyən kimi deyirlər, ya Mübariz, ya Polad və ya get-günə aton yasın elə get-gələ. Ki, niyə onu buraxmısınız siz şəhid məclislərinə? Nə qədər şəhid valideynlərini ziyarətlərə göndərdilər. Mən özüm dəfələrlə çəkmişəm Kərbəlada köynəklər giyinirlər ki, arxalarında şəhid şəkilləri, rəsmləri, şəhidlərin xatirəsini əbədiləşdirirlər. Azərbaycan bayraqları və s. və ilaxır. Bunları görmürsünüz. İnanclı qardaşlar tanıyıram ki, adlarını çəkmək istəmirəm ki, 44 günlük müharibə zamanı qollarını çırmalamışlar, cəmaatın şəhid balalarının əlləri ilə qüsul kəfən edib yuyurdular. Ailələrini, uşaqlarını atmışdılar. Bunları görmürsünüz, görürsünüz, çox yaxşı bilirsiniz. Ramazan ayında, başqa aylarda nə qədər yardımlar ediblər, nə qədər köməklər ediblər. Görmürsünüz, görürsünüz. Kimsə gedir Parisdən hansısa Avropa ölkəsində şəkillərini çəkdirir, amma bir adam Kərbəlada şəklini çəkdirən kimi narahat olurlar. Pullu gəlib ərəbə yedizdirirsin. Şəhidlərimiz üçün ağlayaq. Şəhid sözü hardan gəlir? Şəhid sözü Quranın sözüdür. Şəhid sözü Həzrət Həmzədən Bədir döyüşü, Ühüd döyüşü və nə? Bunun ən bariz sonuncu nümayəndəsi Əhl-i Beytün 5-ci kəsi olan İmam Hüseyn əleyhissalamdır. Sən qayıdıb şəhidliyi sənə başa salan adama sən çıxartırsan bunu. Qardaş, bu şəhidlik İslamın dəyəridir. Şəhidlikdir buna bir dəyər verən. İmam Hüseyn məktəbidir buna dəyər verən, qayıdıb deyir ki, mənim şəhidlərim, mənim şəhidlərim. Ya deyir Polad, ya deyir Mübariz, yəni ya Hüseynin müqabilində. Utanmır bunu deyən adamlar. Mən şəhid Mübarizin məktubunu oxumublar olar. Oxumublar. Şəhid Mübariz sözü ya Hüseyn deyən adam olub. Sən qayıdıb deyirsən, şəhid Polad Həşimov, anası nə qədər, məsələn, görürsünüz ki, bu məclislərdə iştirak edir. Nələr deyir? Başqa şəhid Xudayarın anası, başqa. Yəni, bunlar inanclı adamlardılar. Bunlar övladlarını İmam Hüseyn əleyhissalamla təskinlik verirlər. Sən gəlib onların yanında qayıdıb deyirsən ki, İmam Hüseyn kimdir? Amma kimdir? Ay insan, sən özün kimsən? Kimsən? Hə? Mən vətəndaşam. Mən ağzıma açan kimi və mənə kimilər deyir, get Əfqanistana, get Pakistana, get başqa yerə. Sən niyə görə getmirsən? Get Afrikaya, get, nə bilim, Somaliya, Cənubi Afrika Respublikası. Xeyr ola mən getməliyəm. Mən Azərbaycan Respublikasının vətəndaşıyam. Xeyr ola məni qovursan buradan. Sən kimsən? Bilirsiniz, adam bu jargonla danışmadıqda, adam nə qədər danışır, yox mənim əzizim, yox bilirsiniz nətərdir. Bunlar daha da bilirsiniz, daha da gedir qabağa, daha da gedir qabağa. Adam qayıdıb, o bəzi din xadimləri var, çox mülayim danışırlar, yox bilirsiniz nətərdir, yox şəhiddir, Quran filan, bunlar da ha məsxərə edirlər, gülürlər, danışırlar. Adam deyir, sən kimsən? Kimsən? Səndən fikir soruşan mı oldu? Səndən məsləhət istəyən mi oldu? Baxırsınız ki, bir dənə əxlaqsız bir adam girir TikTokda paylaşır, 30-40 min adam ona baxır. 30-40 min adam ona tamaşa edir. Sənin ayırdığın dəyərin bax budur. Filan kəsdir dəyərin, mənim dəyərim Peyğəmbərimin nəvəsidir. Hər bir insan niyə güldüyü ilə, niyə qəzəbləndiyi ilə, niyə matəm saxladığı ilə tanınar. Sən o TikTokda əxlaqsıza yarım saat yox, 3 saatlarla şərhlərdə yazırsan ki, Hasan canını açsaysa, küçədə görən kimi gedirsən, bir dənə selfie çəkə bilərik də, mənə ələ salırsan ki, mən gedib Kərbəlada şəkil çəkdirmişəm, Peyğəmbər balasına ağlamışam, nə bilim, əza saxlamışam, mənəm cahil.
Oturub kiməsə biz hesabat verməli deyirik. Mən qara giyinirəm, yaxşı edirəm giyinirəm. Sən mayka giyinirsən, açıq-saçıq giyinirsən, biri bir şərh yazan kimi qayıdıb deyirsiniz ki, insanın şəxsi həyatına müdaxilə eləməyin, yaxşı edirəm, əcəb edirəm, cahillər, nadanlar, gedin anozu belə eləyin, bacınıza baxın, filan edin. Mən niyə utanmalıyam bu qaradan? Niyə utanmalıyam? Nə mən tərbiyəsizlik edirəm, kimin namusuna sataşıram, kimin nə bilim filanla edirəm, peşman edirəm ki, biz yalnız onlarla istehza edirik. Qardaş, səninlə elə istehza edərəm ki, sadəcə müsəlmana, möminə yaraşacaq bir şeydir. Daha sonra bəziləri haqlı bir fikir irəli sürə bilərlər ki, bəzi əzadarlıq məclislərində xoşa gəlməz hadisələr olur. Kimsə yazır ki, başıma gözümə döyürsən orada. Birincisi deyirəm, sən mənə harada görmüsən, mən başıma harasa döyüm, başıma taxta vırım, şalban vırım. Harada görmüsən məni? Görmüsən məni? Yox. Yəni, ola bilər haradasa, nə bilim, nələrsə olub. Mən bunu keçən səfərdə güclü dəlillərlə sübut elədim. İzah edə bilmədim ki, izah etdimi, mən daha doğrusu ola bilər kimsə başa düşə bilməyib. Matəm saxlamağın şəriətlə uyğunluğu ayrı şeydir. Onu necə keçirmək ayrı məsələdir. Azərbaycan problemi bilirsiniz nədir? Hansı bir məktəbdə bir qız uşağına xoşa gəlməz bir şey başına gəlirsə, o ata gedir o qızını məktəbdən çıxartır. Deyir, məktəb əxlaqsızlıq yeridir. Halbuki ata nə etməlidir? O əxlaqsızlıqla mübarizə aparmalıdır. Ola bilər hansısa əzadarlıq məclisində deyir ki, xoşa gəlməz bir şey var. Bəzi kadrlar var, göstərirlər, şirik qaldırıblar ora, şirik qəlyanı çəkir edir. Bəlkə də onlar hansısa düşmənlərin işləridir ki, qəsdən çəkiblər ki, onları ki, gözdən salıb ələ salsınlar onları. Bu hansı ağıllı gedər o şir paltarı giymişlə, pələngdir, neydə oxşayır, pumadır, nədir, çıxartıblar ora, quyruğu ilə belə fırladır, qəlyan çəkir. Bəlkə də o hansısa bir, nə bilim, İslamofob din düşmənlərindən biridir ki, gətiriblər ki, onu sənə bir dənə çəkəyimini ələ salaq bunları. Yəni, yenə də deyirəm, matəm saxlamaq ayrıdır. Hindistanlılar ayrı cür matəm saxlayır. Ruslar ayrı cür matəm saxlayır. Kanadalar ayrı cür matəm saxlayır. Afrikalılar ayrı cür matəm saxlayır. Bu, harada qeyd edilib ki, bütün dünyada yalnız bir vahid növ əzan növü olmalıdır. Elə bir şey yoxdur. Məsələn, ərəblər o belə qadınları, o belə ses çıxartırlar, ağızlarına vırırlar. O mənim ənənəm deyir. İndi hansısa bir ərəb belə eləyirsə, gərək mən də bunu belə eləyim. Yox, bu ənənədir, bu ayrıdır. Haradasa İmam Hüseyin əleyhissalama əzadarlıq saxlanılırsa, hər ölkə onu öz təbiətinə uyğun edə bilər və burada da bir maneçilik yoxdur. Hansısa bir kinoteatr idi. Bilirsiniz ki, Michael Jackson'un bir filmi nümayiş etdirildi. Onun da bir musiqisi var, Thriller'dir adı. Cavan az yaşlı qız uşaqları üz gözlərini bəziyiblər və həmin o şeyin oyununu oynayırlar. Filmi reklam etmək üçün. Gördün ki, bir nəfər çıxsın ona etiraz eləsin. Düşün, bu nədir? Və ya o balaca qız uşağı var, görmüsünüz. Ay sağlayan odur. Kişilərin arasına çıxarıb, qız uşağı bir oğlan kimi belə ayaqlarını da belə-belə eləyir, oynayır filan edir. Şərtdə bir etiraz edə bilmir. Bilirsiniz, 10-15 nəfər deyir ki, ay cahillər, ay nadanlar, nə var burada? Qız uşağı da əylənir. Əylənir də oxuyur. Yeni bir qız uşağı təsəvvür edin. Otursun məsəl üçün ki, hansı bir mərsən oxusun. Quran oxusun. Olar? Yox, olacaq artıq cahillik, nadanlıq. Sən dədə babam indiyənəcən Michael Jackson'un rəqsini oynayıb. Başqa vaxt qayıdıb deyirlər, bizim xalqda belə bir şeylər, nə bilim, olmayıb, filan olmayıb. O, nədir? Qara cümə olub sənin əcdadının arasında. Hə, olub. Və ya nədir? O, Halloween partisi olub, Halloween şeyləri olub. Necə bunları qəbul eləmişsiniz? Necə bunları qəbul eləmişsiniz? Yox, trend ayrıdır, filan ayrıdır. İndi bu dəqiqə sizin məşhur, pərəstiş etdiyiniz hansısa müğənni hicaba çadıraya keçsə, sabahlar görəcəksiniz ki, bir yüzlərlə qadın trenddir, dəbdir deyə oturarlar, öz yaşayışlarını dəyişdirərlər. Deyir ki, get şəhidlərimizə əza saxla. Həccə getmə, get gələn kasıb-küsuba əl tut. Tamam. Olar ki, həm kasıb-küsuba əl tutum, həm də həccə gedeyim. Olar. Olar ki, həm şəhidlərimizə əza saxlayım, həm İmam Hüseynə saxlayım. Olar. İcazə istəyirəm də səndən, sən özünü belə məsləhət mövqeyində qoymusan. Ağ bir şeylik eləyirsən, ağsaqqallıq edirsən. Ki, indi məsləhət verirsən, səndən məsləhət soruşan olmayıb. Ayın neçəsidir səndən soruşan olmayıb, gəlib ayın neçəsidir deyirsən. Hə, yaxşı, olar, olmaz. Hə, olar. Görərsiniz ki, deyər ki, yox, bu olmasın, bu bırsın edək.